Salam, DİM 2026 model tipli testlərin içərisində Pythona aid belə bir sual var. Bizdən A simvollarının sayının çox olmağını istəyir. Baxaq görə hansı sətirdə A simvolları bizə çoxu verir. N dəyişənin amma hansı ən kiçik qiymətində girişdə belə bir şərt verir. Gəlin burada əvvəlcə baxaq ki, yəni N-in 100-ə tam bölünmə, bu tam bölünməni verir də bizə, tam bölünmə. Məsəl üçün əlimizdə nümunə üçün deyirəm, tutaq ki 3500-dür, 100-ə bölünməsindən alınan tam 2 sıfır silinir, əlimizdə qalır 35. Və burada da n-in 6-dan böyük olan şərtlərində iç-içə iflər, deməli biri bilirik ki, alt-alta ifdən fərqli olaraq iç-içə ifdə birinci if yerinə yetirilməlidir ki, ikinciyə, üçüncüyə və s. digərlərinə icazə vermiş olsun. Gəlin baxaq görək hansı sətirdə sayı ən çox olar, A-nın sayı ən çox olar. Deməli, birinci. Birinci sətirdə ifi götürsək, tutaq ki, bunu biz true götürdükdə, burada nə olur? Bir dənə print A-nı çap etmiş olur. Bir A buradan bizə gəlir. Sonra ikincidə true doğru halına baxsaq, burada da 3-ü A-ya vurur 3A, üstünə A gəlir, eləyir 4A. Sonra digər üçüncü ifədə doğru almış olsaq, deyək ki, 2-dir, 3-ü 2-yə vurur, burada eləyir 6A. Deməli, əlimizdə 1A, 4A, 6A, ümumi 10A var. Üzr istəyirəm, 11A var. Hələ ki, əlimizdə 11A var. Yəni, sayı 11 dənədir. Bizə də çox olan lazımdır. Bunun bu hissəsinə baxdıq və burada else qədər bunu gəldik. Else qədər bu proqramın bu hissəsini icra etmiş olduq. İndi baxaq görək ki, başqa hansı hallarında A-nın sayı çoxu bizə vermiş olsun. Biz birinci ilə ikinci, üçüncüdə turunu götürdük. İndi deyək ki, burada biz false aldıq, düzdür? Yəni yalan qiymətini almış olduq. Onda bura baxmayacaq. Heç digər iflərə də icazə verməyəcək. Digər elif, else heç birinə icazə verməyəcək. Onda gəlir sonda else görür və 10A-nı buradan almış olur. Deməli, yeni qiymətimiz də olur ona. Hələ ki, əlimizdə ən çox 11A var. Bunu da üzərindən xətt çəkdik. Sonra başqa bir formasını yoxlayaq. Baxaq görək A-nın ən çox qiyməti harda vermiş olur. Deyək ki, burada true aldıq, doğru. Bir A-nı buradan aldıq. Burada deyək ki, burada da true aldıq, amma burada false aldıq. Burada false aldığımıza görə bir A-nı buradan almış olduq, 4 A-nı buradan almış olduq. Burada artıq false alanda gəlir else baxırıq. Else baxanda baxırıq ki, burada 5A da bizim əlimizdə burada var, düzdürmü? Elsə baxırıq. Eliflə elsə düşməyə heç ehtiyac yoxdur. Heç burada baxmır. 5, 4 və 1 nə edir? 10A. Onsuz da əlimizdə hələ ki 10A-mız var idi. Yəni axırıncı mümkün qiymət 10-da dayanmışıq. Sonra başqa bir halına baxaq. Hansı halına baxaq? Deyək ki, burada true və burada da bir dənə true almışdıq. Hə, burada true aldıq. Gəlin bunu false eləyək. İkincini false eləməmişik. Bunu false eləyək, bu birisini true eləyək. Bunu false eləsək, onda buradan bir anı aldıqsa, buna baxmır, buna baxmır. Burada artıq üçüncüyə də heç keçməyə icazə vermir də, gərək bu if şərt ödəsin. Onda bu ifin elifinə baxırıq. Elif nə edir? 4-ü 2-yə vuranda nə edir? Bizə 8 verir. 8A, 8A, 1A, 9A. Hələ ki, əlimizdə yenə mümkün qiymət 11A-dır. Bunu da üzərindən xətt çəkdik. Deyək ki, burada true, burada false, burada true verdisə və burada gəldik, elifə icazə vermədi, baxmadıq. Düşdük elsə, elsə icazə verir. Və burada 5A-nı da buradan alsaq, 5A-nı da buradan al. Əvvəldən bizdə var idi 1A, buradan false-la gəlib, elifə də yox deyib, elsi götürdüyünə görə 5A, 6A-nı buradan aldıq. Baxırıq ki, yenə mümkün qiymət ən çoxu 11A-dır. Bunu da üzərindən xətt çəkdik. Sonra bir də sonuncuya baxaq. Yəni birincidə false-u almışdıqsa, false-u aldıqsa və sonda else gəlirsə, onanı buradan bilmirəm dedim bunu ya yox. Yəni demək olar ki, içində ən optimal qiymət, deməli burada əgər biz else baxdıqda düzdürmü? Hə, 5A, 3A. Hə, burada bir dəqiqə. Burada else bir dəqiqə. Burada deyək ki, true halına baxdıq. Burada false halına baxdıqsa, bu
ifin elsi bura. Hə, burada false halı oldusa, onda bu ifin elfinə gəldik. 1A buradan bizə verdi. 4A buradan bizə verdi və elifə gəldik. Elif də bizə yox dedi, baxmadıq. Sonra gəldik elsə. Hə, bu halına da baxaq da. Deyək, tutaq ki, buradakı else bizə deyək ki, hə demiş oldu. Onda 5A burada var idi. Bir dənə də print var da burada. 3A da burada var. 5, 3, 8 buradan false-dan gəlmişdik. Hə, buranı götürmür. 8, bir də bu 9. 9A. Bax, bu qiymətini də nəzərdən keçir. Onsuz da yenə də əlimizdə 11A qiymətimiz var da. Ən çoxu 11-dir. Buna da baxmırıq. Bütün mümkün hallarını nəzərdən keçirdik. Aha. İndi baxırıq ki, şərtdə n-in 6-dan böyük qiymətində bir də burada var ki, n-in 5-ə bölünməsindən alınan qalığın üzərinə 1 gəlir və 4-ə bərabər olmalıdır da bu şərt ödəsin. Bir də n-in 3-ə bölünməsindən alınan, yəni 3-ə bölünmə əlaməti var. 3-ə bölünən bir ədəd olmalıdır. Bu hər iki şərti ödəyən bir ədəd götürməliyik n-in 6-dan böyük qiymətində. Burada n-in 5-ə bölünməsindən alınan qalıq 3 verməlidir ki, qalığı 3 olmalıdır ki, üzərinə 1 gələndə 4 olsun. Baxırıq ki, deməli, 3-ə bölünmə, sonda 3-ə bölünmədə dayandığına görə 9, 15, bir də 18 qiymətlərinə baxırıq. 9 qiymətini qoysaq, baxın, 9-un 5-ə bölünməsindən alınan qalıq nə verir bizə? Deməli, 4, 4-ün üstünə 1 gələndə 5. 5 4-ə bərabər deyil. Demək, 9 halında yox deyir. Heç o birisinə də baxmağa ehtiyac yoxdur. Keçirik 15-ə. 15-in 5-ə bölünməsindən alınan qalıq nə verir bizə? 0, 0-ın üstünə 1 gələndə 1, 1 4-ə bərabər deyil. Bu da getdi. Sonra 18 halına baxırıq. 18 böyükdür 6 şərtini ödəyir. Bəli, ödəyir. Düşür aşağıya. 18-in 5-ə bölünməsindən alınan qalıq nə verir bizə? Deməli, 3, bəli, artıq bax, burada 3 qalıq, 3 qalmışdı. Üzərinə 1 gəlirik. 4-ə bərabərdirmi? Bəli, bərabərdir 4-ə. Bu şərti keçdik. O biri şərtə baxırıq və 18 də 3-ə tam bölünür. Bu da şərti ödəmiş olur. Deməli, hər iki şərti ödədiyinə görə biz bu hissədə əvvəlcədən nə almışdıq? Bax, bu hissədə biz nə almışdıq? 11A-nı almış olmuşduq. Yəni 1A buradan olmuşdu, 4A buradan olmuşdu, 6A da buradan olmuşdu. Ümumi 11A-nı buradan almış olmuşduq. Deməli, bəs əgər biz 18 böyükdür 6 şərtində bu bizə vermiş oldusa, indi baxaq görək mümkün variantlardan hansını qoyaq ki, ən kiçik qiyməti almış olaq. Yəni simvolların sayı da ən çoxu 11A-nı vermiş olsun. Bu zaman nəyi 100-ə bölsək, biz 18 alıb və 18-i 6-dan böyük götürmüş oluruq. Deməli, bunun qiyməti 1800-müş ki, 2 sıfırı siləndə əlimizdə qalır 18. Bu da B variantını vermiş olur. Bu qədər hələlik.